Salam əziz dostlar, bu videomuzun mövzusu brush tool və brush pəncərəsi. Gəlin birinci brush tool-la tanış olaq. B hərfini basırıq və yaxud da ki toolbarda fırça ikonu ilə işarələnmiş alətimizi aktiv edirik və başlayırıq çəkməyə. 1, 2, 3. Fikir verirsinizsə, mənim əlim burada əsir nisbətən, amma İllustrator onu mənim üçün maksimum hamarlaşdırır. Bu göstəriciyə cavabdeh olan hissə toolbarda brush ikonun üzərinə gətirib 2 dəfə klik eləyəndə açılır. Bir verirsinizsə, burada məndə smooth göstəricisi, yəni Fidelity-də smooth yumuşaltmaq, hamarlaşdırmaq göstəricisi maksimumdadır. Əgər mən bunu minimuma indirsəm, OK bassam, indi əlimi çəkəndə nisbətən əsdirirəm və nə çəkmişəmsə İllustrator onu mənim üçün saxladı. Əgər mən bunu ortaya gətirsəm, OK və yenə də əlimi əsdirə-əsdirə çəksəm, İllustrator onu belə maraqlı hamarlaşdırır. Sizə də ilkin etapda məsləhət elə onu ortada saxlamamız ola bilər. Gəlin brushla bir maraqlı forma çəkək. Musiqi açarı və görək brushla çəkəndən sonra bizim əlimizdə nə yaranır. Ən birinci əlimiz gedir Command Y-a. Baxırıq ki, bu bizdə elə bir pen tool-la çəkilmiş bir forma. Gözəl kənarlı və s. hansının ki içində özünün anchor point-ləri və handle-ları var. OK, görək sonra nə edə bilirik. Yaranmış formamızın strokunun rəngini dəyişə bilirik. Strokuna qalınlıq verə bilirik. Və strokuna buradan qalınlığı ilə oynamaq fürsətini yoxlamaq istəyirik. Görürük ki, yox, işləmir. Niyə görə? Çünki biz bir brush tool-la pəs yaratmışıq və onun kökündə həmin o seçilmiş brushlardan biri var. Əgər brush tool-la nəsə çəkdik və sonra onu artıq sərbəst bir strok kimi idarə eləmək istəyiriksə, onda gəlirik buradan Basic-i aktivləşdiririk. Basic-i basaq və gördüyünüz kimi artıq tətbiq elədiyim strok qalınlığı burada işlədi. Nazik deyənə yaxşı bilinmir, biraz qalınlaşdıraq və gördüyünüz kimi artıq burada həmin o strok qalınlıq template-lərindən hər hansı birini seçib istifadə eləyə bilirəm. İndi isə gəlin brush pəncərəsindən tanış olaq. Brush pəncərəsi bizdə pəncərələrdə, panellər pəncərəsində bu hissədə görürsünüz üzərində fırçalar ikonu var. Əgər bu bizdə yoxdursa, window və brush çağıra bilərik. Shortcut'ı F5. Gəlin açaq pəncərəmizi, hətta bunu buradan dartaq çıxardaq, izolyasiya rejimində ətraflı baxaq. Pəncərəmiz burada. B hərfini basırıq, brush tool-u seçirik. Bir növ təbaşir çəkimi, təbaşir forması mənə verir. Strokumun rəngi yaşıldır deyənə yaşıl verir, əla. Və çəkdiyim formaları mən buradan seçib bir-bir bu brushların üzərində gəzişib dəyişikliklərə baxa bilərəm. Bundan əlavə brush pəncərəsində aşağıda bir tapxana ikonu görürük. Klik edirik üzərinə və baxırıq görək nələr var, nələr yox. Hamısının adından tutmaq olmur, amma Artistic Calligraphic gəldik seçdik pəncərəni. Burada bizə kalligrafik görüntü, yazı yaratmaq üçün template-lər verir. Bunlar hamısı qələm növləridir. Fikir verin necə xəttlərimiz dəyişir. Daha yumuşaq qələm, daha sərt qələm və s. Eləcə də biz burada library-də gəzişməklə bax İllustratorun bizə təqdim etdiyi template-ləri kəşf eləyə bilərik. Bu çox maraqlı görsənir. Adamda sual yaranır ki, əgər İllustratorda belə fərqli çeşiddə template-lər varsa, bəlkə elə biz özümüz də onu yarada bilərik. Və haqlısınız. Biz özümüz də onları yarada bilərik. Fikir verdinizsə, hər seçdiyim brush gəldi. Burada məndə bir növ brush history kimi gəldi, oturdu. İndi gəlin biz özümüz brush yaratmağa çalışaq. İxtiyarımızda belə bir forma var. Yaşıl dairə üzərində sarı düzbucaqlı. Formaları ona görə seçmişik ki, bu kompozisiyamız brusha çevriləndən sonra nə cür deformasiyalara, dəyişikliklərə uğrayacaq. Başlayaq. Seçdik. Brush pəncərəsində aşağıda New Brush düyməsinə klik edirik. Bizə bir neçə seçim verir. Daha çox bizim işimizə yarayacaq funksiyalara toxuna bilərik. Onun üçün başlayaq biz burada Scatter Brush'dan Calligraphic Brush'ı biz bayaq tanış olduq. Scatter Brush'a klik edirik və OK basırıq. Bu pəncərəyə hələ ki heç bir müdaxilə eləmirik və OK bastıq. Gördüyünüz kimi bizim yaratdığımız brush gəldi düşdü bura. Gəlin biz bunu bir neçə növlə yoxlayaq. Birincisi brush alətimizi seçərək baxaq görək biz burada nə yaratmışıq. Bir növ
əsas formamız gəldi oturdu brush sayəsində yaratdığımız pəsin üzərinə. Bu yadımızda qalsın. Sonra təbii ki, biz bunun ölçüsünü kiçildə bilirik. Olsun. Bunun ardınca gəlin biz yeni bir brush yaradaq. Bu brushımızı da bu dəfə yaradaq. Görək art brush olanda nə dəyişiklik baş verəcək. OK-yi basırıq. Burada da heç nə müdaxilə eləmirik. OK-yi basırıq və art brushımız fikir verirsinizsə gəldi düşdü aşağı. Formasında da görsənir bu necə deformasiya oldu. Gələk seçək brush toolumuzu və bir forma çəkək. Gördünüz. Harda istifadə olunacaq? Bəzən lazım olur ki, bir loqotiplərdə də demək olar, bir illüstrasiyalarda şirinlik qatmaq üçün belə formalardan istifadə eləyə bilərik. Bunu silirik ki, övgümüzü korlamasın və nəhayət çox güman ki, axırıncı olacaq bizdə. Klik edirik burada və pattern brush ən çox istifadə olunandır. OK. Seçirik pattern brush'ı, OK-yi basırıq və görüntünü burada görürük. Təxmini duyuruq ki, bizdə nə baş verəcək. OK-yi basırıq və gəlirik bir dənə də belə bir qövs çəkirik. Yuxarıdakı brush növümüzdən fərqli olaraq burada pattern brush'da shape-imə görə mənim bu əsas ana kompozisiyamı dəyişdim. Biz təbii ki, bunu sadəcə belə brushla, formalar çəkməklə yoxlamırıq. Biz bunu daha çox istifadə edirik bir çərçivələrdə bir element hazırlamaq istəyəndə. Düzbucaqlı çəkək və gəlin bunun strokunu aktivləşdirək brush formasında. Birinci yaratdığımız brushdan, scatter brush adı yadımıza düşdü. Scatter brush verdik. Görürsünüz bu düzbucaqlının üzərində özünü necə aparır. Gəlin düzbucaqlımızı kiçildəndə fikir verirsiniz ki, heç vecinə deyil, sadəcə olaraq pəsin içərisində oynayır. Bunun duplikatını çıxardaq, gətirək bu hissəyə. Bu dəfə buna biz artistik brush verək. Gördüyünüz kimi pəsi saydı. Pəsin əvvəlindən axıra qədər çalışdı ki, bizim bu formamızı təqdim eləsin və ən yeməlisi, ən çox istifadə edəcəyimiz bizim pattern brush. Pattern brush'ı verdik. Gördünüz ki, nə maraqlı oldu. Gəlin bunu yoxlayaq biz bir dairədə. Dairəmizi çəkək, ona pattern brush verək. Artıq çox ləzzətli bir görüntüyə oxşuyur. Və pattern brush verəndə ürəyimdən keçdi ki, yaş mən bunun içinə bəzi detallar, bəzi elementlər əlavə eləyərdim. Əlbəttə ki, heç vaxt heç nə gec deyil bu brush mövzusunda. Gəlin görək biz necə eləyək ki, bu brush'ı sonradan edit eləyə bilək. Çox sadə. Gəlirik. Bunun içərisində misal üçün bir dənə də rombik yaratmaq istəyirik. Ctrl-C, Ctrl-F. Bunu fırladaq. Kiçildək, rəngini eyedropper tool'la belə verə bilərik. Bəlkə bir əlavə narıncı rəngdə yoxlayaq. Olar, rəngarəng olsun və seçirik bunların hamısını. Bu bizdə pattern brush idi. Seçirik bunu, gətiririk brush pəncərəmizə və brush pəncərəmizə gətirəndə Alt-ı basırıq. Alt-ı basırıq ki, bizim bu brushımız yenilənsin. Təbii ki, bu küncə yox, burada mən bir səhv elədim. Götürürəm bunu, artıb gətirirəm. Pattern brush'da bunun pattern hissəsinə, sol hissə künclərə cavabdeh hissə idi. Bu sağ hissə isə əsas ortadakı hissəyə cavabdehdir. Klik eləyirəm, baxıram, görürəm təxmini görüntünü və burada OK-yi basıram. OK-yi basanda illüstrator yenə məndən söhbət eləyir. Deyir ki, bu brush artıq istifadədədir. Yəni görürsünüz burada mən burada 2 dənə shape-də istifadə eləmişəm. Gətirdiyin dəyişikliyi biz tətbiq eləyək bütün o istifadə olunan pəslər və stroklar var, yoxsa həmən stroklara toxunmayaq. Deyirəm ki, elə onun üçün mən başlamışdım bu prosesi. Apply to strokes. Klik eləyirik və gördüyünüz kimi nə gözəl şəkildə bu bura apply oldu. Brush tool-la tanış olduq, pəncərəsindən tanış olduq, yeni brushlar yaratmağı öyrəndik. Həmişəki kimi eksperimentlərə olduqca açıq bir tooldur, funksiyadır yenə də bu brush. YouTube-da brush tool yazmaqla xaricilərin çox maraqlı eksperimentlərindən, təcrübələrindən ilhamlanıb gözəl işlər ortaya çıxartmağa çalışın, onları bizə göndərin. Biz isə görüşək gələn dərslərdə.